Devam edirik canlı verilişimizi. Son 15 dəqiqə vaxtımız var telefonlar üçün. Yəqin ekranda da görürsünüz. 15 dəqiqə müddətinə kim istəsə, yəni bugünkü mövzu ilə bağlı fikir söyləmək istəsə və yaxud hər halda sual olsa, lütf eləsin, buyursun. Çünki bu zaman sizlər üçündür. Təəssüflə yenə daha çox zaman ayıra bilməyəcəyik. Ona görə 15 dəqiqəyə mən verilişi tamamlamalıyam. Azərbaycanlıların daişçiləri, yəni Suriyədə və İraqda Xocalı Aşuramız, Kərbəlamızdır və həm də gündəmdə olan iqtisadiyyatla bağlı idi ki, Əhməd bəy də son olaraq yəni belə bir sualla müraciət elədi ki, sizcə Əhməd Nicat düzmü deyil? Yəni İranda ümumiyyətlə iqtisadi durum necədir? İqtisadi vəziyyət hansı yöndədir? Yəni doğrudan da böhran var, yoxsa millət ilə Əhməd Nicat deyən kimi İran dünyada yeganə ölkədir ki, onun heç acı yoxdur. Yəni bunlar çox qəribə, yəni bir olaylardır. Bu üç mövzu haqqında kimin söhbəti olsa, sual olsa məmnuniyyətlə biz eşidəcəyik. Amma ümumilikdə mən bu mövzularla bağlı bir daha çox həm də Xocalı məsələsində dururam, dayanıram. Xocalı faciəsi məsələsində, Xocalının soyqırımçı dedim, tay bərabəri yer kürəsində, yer üzündə bəlkə görünməyib həqiqətən də belə bir qətl am. Və bu məsələyə biz hər yerdə Azərbaycanlılar varsa, dünyanın hər yerində, Avropa, nə bilim, harada biz yaşayırıqsa, varıqsa bu məsələni biz gündəmdə saxlamalıyıq. Yəni bu xüsusən Azərbaycan dövlətinin üzərinə daha çox bu məsələ ilə bağlı yük düşür və bu da təbiidir. Çünki o imkanlar, o pullar, o paralar nəticəsində daha geniş, indikindən geniş miqyaslı yəni eləyə bilər, təbliğatlar aparsın. O anlamda biz həmişə hər zaman yəni çalışmalıyıq ki, bu bizim gündəmimizdə qalsın. Mən ekranlarda telefonları qəbul edəcək o zaman. Buyurun, telefonları qəbul edəcək. Alo. Alo, selamun aleyküm. Aleyhissalam, xoş gördük sizi. Yorulmuyor size Ahmet Obalı'ya davat versin. Teşekkür ederim. Çox sağ olun, çox təşəkkür ederim. Benim Davat Bey sesim var. Səssiz var, buyurun. Davat Bey, o Ahmet Nicat her ne diyor, özler ne diyor. Zəngəldə heyvan olur, o şirzat. Öz balalarını yığarlar, dövür bərinə, hərdən şikar ederler. Eyni Əhmədə sözü o şirlərə bənziyor. Gözləri yeyirlər. İki nəfər o gözləri yeyir, o millətsiz adam saymırlar. Baba Zəncani'də pulları verir Suriye, Bəşarətədə, Filistinə. Millət adından ölür. Allah'ın adından olsa xiyabanda maşın saxlamaq olur. Mən İranın hər yanında işləyirəm, iş tuturam. Allah haqqı maşını xiyabanda saxlamaq olur. Bütün arabada çox binir maşını. Hamısı faziyə, fəhşə İran'a alıbdır. Bunlar nədən danışırlar? Hangi dinlə, hangi İslamla? Ələn asıra tasıradır. Hamı çörəyə qatır. Hamı bir dənə sandviçin dalısından qatır. Səsim var da? Var, bəli. Buyurun, devam edin, var. Bəli. Bunlar hamımız yalan danışırlar. Nə mənə deyirlər, yalan danışırlar. Bir sənə sözlər bizdə. Onu Xameneyə deyir acizlər, o acizlər. O dövrlərində çox başlı yekələr, o mollalar, o imam-cumalar yeyirlər. Gündə hər imam-cumada danışanda 10 milyon sökürlər hesabını. Onlara deyirlər, İran adından ölmür, İran kefisi azdır. Gəgər millətin vəzni görünədir, hamısı mürtəb, hamısı da xiyabanlara baxmalıdır, küçələrdə yatırlar. Hər bir pəti götürüb arva, duşaq. Onlar bir film bərdar edib görsədələr. Qurbanım, təşəkkür edirəm. Sağ olasınız. Mən təşəkkür edirəm sizə. Bu cür cəsarətləyən gəlib sözlü, fikirci deyirsiniz. Buyurun, Qoşaçaydan, alo. Alo, salam, yorulmuyorsunuz. Salam, sağ olun, təşəkkür ederim. Biz çox söz deyə toxunmaq istədik. Birincisi budur ki, o bir Azərbaycançı vardı, Cənab İlham Əliyev. Bunu bilsinlər ki, olan böyük başda istiqlallıq bir dənə çətinlikdir. Məsələn, bir çətinliyi var ki, istiqlallıq alasın hələ. Bunun istiqlallıq ki, məmləkətin istiqlallığını saxlamaq min çətinlikdir. Məsələn, bunu
o hasadlığına elə gəlməyib ki, o hasadlığına əldən verirsin. Məsələn, bunun düşmənini özün bilirsən, daha iyi yollarla səyir ilə ki, o bir Azərbaycanı həm dünya Azərbaycanın gözündə seçsinlər. İnhirafa çəksinlər. Məsələn, desin, olar budur, bu günə qaldılar, bellədir. Yox, elə o da ayadan geçdilər, biz şeytan küllən məhv olmuşuz, fərq eləməyik. Elə o bir Azərbaycana biz indi güvəniyik. Olay olmasaydı bizim kökümüz indi bunlar dammışdılar. Elə bir hesab yerlə yer kürəsindən bizi silmişlər. Doğrudur. İndi biz Türklüğümüzə ki güvəniyik, elə o bir Azərbaycan istiqlallığı olmaz bizlə heç. Yox, bunlar da həmişə olan gözdə patlayıb, Fatih Qol deyirlər, Fas hakimiyyətini. Yox, ancaq qeydək öz işimizə, öz hələ feylən bu məmləkətdə yaşayıq. Millətin durumu çox zatdır. Mən özüm belə bu söydaşım ki, OMN-də işləyib, biz də OMN-də işləyək, Qol deyirlər, OMN-də işləyək. Mən özüm bir yer almalmışdım, təqribən olay 7-8 ay bundan qabaq Tehranda. Bunlar gövəymişdi, mən xoşum gəlməz. Dedim ki, bunlar atım geçsin. Bax, inansız inanış an düşməyəm. Şayət bir Qol deyirlər, hətta elə biləm filmi də yığam gətirəm o səhnələrdən. Bir qoca kişi gəldi belə, mən istədim ki, atam gördüm, onlar diye atmayana, vey mənə. Dedim, bunlar gövəyədilər, bunlar sərətanıza çəkirlər. Dedi, dostum, müşkül yoxdur, bunlar biz belləsini biz sağın tapı yemməyik, elə belləsini həmin. Bunlar mənə soxdular. Mən o qədər narahat oldum ki, gəldim, dedim ki, nə lazımındır. Gördüm, utandı, dedi, mənə heç lazım deyil, bunlar mənə güvəlir. Bu da bir nümunə, təbii, Qol deyirlər. İndi bunların o qədər yalan danışırlar ki, bilməyək, bunların o betəni, xoruzu, zatlarının altında işlədiblər. Bu biz əllərində də Quran tutublar. Bilməyəm, bu bizi Quranın andişməni inanaq, ya bunların bu xoruzun o buzuğu ki, çıxıb eşiyə, ya ona inanaq. Sağlığınız da, sağ olasınız. Təşəkkürlər, çox sağ olasınız. Sağ olasınız, təşəkkürlər. Ərdəbildən buyurun. Alo, salam, yormayasınız Əhmədov bəy və Cavad bəy. Sağ ol, təşəkkür. Elə bu İran rejimi, kollan əslən bir siyasətinə baxsınız. Çox belə bir əslən da bir rejimdir ki, əslən vallahi Yezidə rəhmətliyə ruh. Vəli burara əslən valla lənətədir iş bunlar, əslən iş bunlar deməzlər. Bunlar əslən kollan əslən uğrudur. Bu ki deyilənəm dazqahdır, nəmnəmənədir. Bunlar hamısı nümayişi bir dazqahdır. Yoxsa bunlar elə hamısına baxsınız, elə bunlar hamısı kollan uğrudurlar. Əslən bunlar nə cür uğrudurlar ki, heç başı şeytanpərəst bunlardan əslən xoş gəlməz. Yəni, bunlar nə cür bəşərdirlər, bir-birə cinayət edirlər, uan, biyan. Yəni, bunlar kimin yolun gedirlər məşrəbindəndir? Leninin, Stalinizadın olan məşrəbindəndir ki, bir zaman idi, başı onların əlindən qalmışa var. Nüsubət qalmadı da bunların əlindən gördək. İndi həmin 25 ildir, indi dağılıbdır Şurəvi Sovet. İndi əlan, başı əlan, həm bu rejim özü, həm o hezblər ki var ki, Molsun ciddi inqilablara, bizim yəni nə deyərlər bu, Abbas Bəylisanı demişə, bizim vəziyyətimiz çox ağırdır, çox əslən bir əsəfnaş bir vəziyyətdədir. Yəni, düşmana bizi qoruyubdur, iddiai ərazi də hətta göynəcüdür biz zərər verirlər. Bir yandan Təbriz də qomiyyəti, bir yandan Göynəkə də bizə fişar verirlər ki, bir yandan da bizləri ilə baş efsərilər, belədir filandır. Vəli o ki deyirlər ki, nəm zindan yoldur, belə oldu. Yox, məmləkətin əsl zindanələri elə həmin bu Ağay Abbas lisanıdır ki, besara nə illətdə, nə cürmündə bunu tutublar. Vallahi günahı yoxdur, nə illətdə axı. Əsl zindanələr bunlardır. Yoxsa bunlar zindanıdır ki, bunlar heç belə bir kefi çəkir, başa səltənəti rejimlər var, dünyanın İngilisi nəmharaladı. Bunlar kefi çəkmir, bunlar kefi çəkirlər. Vəli, bunlar belə kefi çəkirlər ki, elə bir, nə deyərlər bu, Aşurada isə nə deyərlər bu, Yezidin kef eləydi, İmam Hüseyin o da nüsubət qalmayıb çəkirdi, qan axıydı. Eynən biz də olmuşuq elə bir vəziyyətdə. Aydın. Yəni, bu günə qalmışıq, əslən avaratçılıq olub, əslən məmləkət belə bir günə hesad olub da, əslən Aşuradan da yəni pis günə çıxmışıq da. Fəqət yaşasın Azərbaycan, sağ olun sizdən. Çox sağ olun, mən təşəkkür edirəm. Sağ olasınız. Son bir telefon qəbul edək, hərdən daha telefon qəbul etməyəcəyik. Buyurun, alo. Salam, yorulmaz, sağ olasın. Təşəkkür edirəm, sağ olasın, buyurun. Bu ay Əhməd ağa qəşət dedi ki, Əhməd Nəcət deyir ki, İranda aclıq yoxdur belələr. İranda əlan bir həftədir, təqribən 4 gün olar, bir həftə də olmaz.
zindan özü bir nəfər ki tutubdu orada qəssab dükan açıb Əhərdə fərmandarının qabağında eşşək kəsmişdim. Eşşək kəsmişdi, onu da ki əlan tutublar dadqaha veriblər. Yəni 3 yeridir bir ildə bütün işlər görülübdü bu Əhərin özündə. İkinci də qəşəng dedi ki, Qarabağdakı erməninin ki 4 milyardı yarımda kullu bodzası, il bodzası tək öyrəli süngünün misinin qəraldadı indi bir aylıq olar, icaf olmaz. 50 milyar qəraldat bağladılar Urfa kişilərləri ilə. 50 milyar. Bunlar Qarabağın da davasını İran özü salıbdı. İran gedib erməniyə köməkli eləyir. İran özü bir düz dövlət deyil ki, bu Fars dövləti bir kəsafətlərin dövləti ki, erməni ilə həmdəst orada Azərbaycanın torbağın günbəgün itirməkdən ötürü, Azərbaycanın cəmaatın başın batırmaqdan ötürü. Bunlar özləri də ki, Babək Zəncanı ki, Babək Zəncanı harda zindan çəkir? Xəbərniqar da gələndə öz əllərindədir. Dəsti deyilər, getkinə zindana gəlib səndən bu sözləri soruşulacaq. Xəbərniqar bir yana çıxardıb ötürüyle getkin evində zindacanlığı verəcəklə. Bunlar özlərini dəllalıdır Babək Zəncanı. Ötürüblər aralıqda getkinə sən bu alverələrcinə, bütün yecinə, gətircinə bizə də ver, özün də yecinə. Bunlar İranın kulli bodzasın Suriyada, Əraqda, İranın öz içində mərdimi qırılır, öz fikrində də özdə deyək ki, İrandan əmniyyətli kişilər yoxdur. İranın cəmaatı ölüb və qadiri yoxdur bura ehtiraz eləyə. İranın cəmaatında hərəkət yox ki, çıxa ehtiraz eləyə. Yaşasın Azərbaycan, Qarabağ canımızdır. Qarabağı əldən versək, namusumuzu əldən vermişik. Fars dövlətindən ayrılsaq biz bərəndəyik. Hangi günü ayrılsaq o günü biz zindacanlığımız da düz ola bilər, qardaşlığımız da, öz etibarımızda, öz hərəkətimizdə. Yaşayır Xudaz. Sağ olun. Təşəkkür edirəm və eyni zamanda hər tək-təkinizə ki, bilirəm bir çoxları telefonlar var, danışmaq istəyirlər. Təəssüflə zamanımız burada bitir. Bizim də hədəfimiz, məqsədimiz, yəni gündəmdə olan nə varsa onları sizə təqdim eləmək, qalanı yəni sizlikdir. Və bu telefonlardan da bəllidir, yəni millət narazıdır, həqiqi yəni narazıdır. Çünki səslərin tonu da, cümlələr də, sözlərin fərqliliyi də neçə il bundan öncəyə fərq eləyib. Yəni indi artıq elə bir söhbət gedir ki, sanki da axırıncı xəttdir, yəni millət dayanıb o son xəttdə ayrı bir çarələri yoxdur. Gedişat yəni bunu göstərir. Təəssüflə yəni bu şəraiti, bu vəziyyəti təhrimlərlə bu dövlət özü gətirdi və milləti bu cür acınacaqlı bir vəziyyətə qoydu. Biz yenə də sizinlə görüşəcəyik Doşənbə günü axşam. Sağ-salamat qalın, hələlik.